Salam əziz şagirdlər, indi də sizə nisbət, tənasüb və faiz mövzusunun izahını verəcəm. Deməli, birinci nisbət mövzusundan başlayaq. Nisbət nədir? Nisbət adi bildiyimiz bölmə əməlidir. Sadəcə adım biraz dəyişilib. Deməli, 6 bölünsün 3 desəm əgər, bu hələ nisbət deməkdir. Yəni, belə də deyə bilərəm, 6-nın 3-ə nisbəti. 6-nın 3-ə nisbəti şəklində də oxunur. Və yaxud da bunu kəsirli də göstərsəm, yuxarıda birinci 6, sonra da 3 şəklində göstərə bilərəm. İndi burada nisbətin əvvəlki və sonrakı hədləri var. Gördüyünüz kimi birinci gələn əvvəlki, yəni əvvəldə gələn əvvəlki hədd, sonradan gələn isə sonrakı hədd adlanır. Nisbətli kəmiyyətlər həmişə eyni ölçülü vahiddə olmalıdır. Yəni necə? Baxın bura, kilometrdir, amma metrdir. Olmaz. Səhv fikirdir. Gərək ki, bu kilometri əvvəl mən metrə çevirim. Ondan sonra bunları nisbət şəklində yazıb nisbətini tapa bilərəm. Gəldik indi tənasüb mövzusuna. Tənasüb nədir? Tənasüb iki nisbətin bir-birinə bərabər olmasına deyirlər. Məsələn, 6-nı 3-ə böləndə elədi 2, doğrudur. Bu 2 eləyir. Mən bir də 8 bölünsün 4 deyərəm. O da 2-yə bərabərdir. Onda bir tənasüb üçün belə bir misal da göstərə bilərəm. 6 bölünsün 3 bərabərdir 8 bölünsün 4. Yəni 2 dənə nisbətin bərabər olmasına tənasüb deyirlər. Bir də tənasübün hədləri var. Bax, bu verilən rəqəmlər tənasübün hədləridir, ədəddir. Burada baxdıqca görəcəksiniz ki, burada da tənasübün, bu da tənasübün hədləridir. İndi tənasüb kəsirli də göstərilə bilər. Yəni elə bölmə əməli dedik ki, nədir? Tənasüb də kəsr xətti ilə bölmə əməlinin özüdür. Tənasübün kənar hədləri və bir də orta hədləri var. Yəni kənarda qalanlar özləri də göründüyü kimi kənar hədlər, ortada qalanlar isə orta hədlər adlandırılır. Yəni burada baxsam, kənarda qalan 6 ilə 4, ortada qalan isə 8 ilə 3-dür bunun orta hədləri. İndi gəldik tənasübün xassələri. Tənasübün xassələri nədir? Tənasübün xassələrinə görə kənar hədlərin hasili, orta hədlərin hasilinə bərabərdir. İndi burada çaşıblar B yazıblar, B yox, burada D-dir, burada B-dir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Nümunə göstərirəm. Məndə burada kənar həddə 6 ilə 4 deyildi. Sizə isbat eləməliyəm baxın. 6-nı vuracağam 4-ə bərabərdir. Orta hədlərim də 8 ilə 3 idi. Deməli 8-i də 3-ə vuranda eyni ədəd eləməlidir. 6-nı 4-ə vuranda 24, 8-i də 3-ə vuranda 24. Onda belə çıxır ki, bu fikir doğrudur. Bir də baxın bura. Burada mən buna qatdalanmaq deyirəm. Bax, bu böyük kəsir kimi düşünün. Bu gəlir həmişə bunun yanına düşür və məxrəcdə bir-birlərinin yanına düşür. Orta hədlər kimi düşünün. Bu orta həddlərdir. Orta hədlər məxrəcə düşür və kənar hədləri isə yuxarıya düşür. Yəni kənarda qaldığı üçün yuxarıya düşünüb bu cümlədə düşünə bilərsiniz. Kənar hədlərin və orta hədlərin yerin dəyişəndə heç bir şey dəyişmir. Yəni tənasüb doğru olaraq qalır. Məsələn, bura baxın, burada A bölünsün B, sonra bərabər C bölünsün D. Burada kənar hədlərin yerini dəyişiblər. A ilə D-nin yerini dəyişiblər. Heç bir problem yoxdur. Ya da ki, orta hədlərin C ilə D-nin yerini də dəyişə bilərik. Gəldik, düz və tərs mütənasib kəmiyyətlər. Ümumiyyətlə, düz mütənasib kəmiyyət nədir? Düz mütənasib kəmiyyət, tutaq ki, belə düşünün. Mağazaya gedirsən, tutaq ki, bir şokolad alırsan, şokoladın biri 2 manatadır. İndi sən bir dənə alsan 2 manat verəcəksən. 2 dənə alsan 4 manat verəcəksən. 3 dənə alsan 6 manat. Deməli, burada nədir? Şokoladın sayı çoxaldıqca, şokoladın alacağım, onun məbləğ də çoxalır. Bunlar düz mütənasibdir. Çünki biri artanda o biri də artır. Ya da biri azalanda o birisi də azalmağa başlayır. Bu olur düz mütənasib. Özü də adından da düzdür. Yəni eyni gedirlər. Onun düsturu belə göstərilir. Y bölünsün x bərabərdir k-ya. Əsas düsturu isə bunu deyə bilərəm. Bax, düz mütənasib hissədə bu şəkildə olur. Burada k nədir? K mütənasiblik əmsalıdır. Məsələn, tutaq ki, bayaqları dediyimə görə. Mən dedim ki, gedirəm mağazaya 3 dənə şokolad alsam 2 manata, deməli o zaman 6 manat pul verirəm. Çünki burada k nədir? 2 manat idi yaxı. Burada k 2-dir. Niyə? Hər dəfə 2 artır. 4 dənə şokolad alsam əgər mən 4-ü vuracağam 2-yə. O zaman 8. Bax, görürsən, 3-ü artırdım. Bunu artırdım da 4 elədim, 8 də artdı.
Yəni dəfə ilə artım baş verir. Bir də belə düşünün, bax, indi bunu belə yaza da bilərəm də. Tutaq ki, mən 3 dənə şokolata 6 manat pul verdim. 3 şokolata 6 manat pul verdim. Bəs indi mən 7 şokolata nə qədər pul verəcəyəm? X, yəni bilmirəm. Bu zaman nə baş verir? Baxın, çarpaz şəkildə gedirlər. Çarpaz şəkildə bu gedir, buna vurulur, ya da belə deyim, X-in dostu 3 olur, 7-nin dostu 6 olur. O zaman bunu həll eləyəndə belə deyilir. X-in dostu, X 3-ə tərəf getdi, çarpaz şəkildə məxrəcə düşür. 6-nı da 7-yə vururam. 6 ilə 3 gedəcək 2 dəfə, 2-ni də 7-yə vuranda deməli 14. Deməli mən 2 manata şokolad alsam 7 dənə, o zaman 14 manat ödəmiş olacaq. Gəldik tərs mütənasib asılılıq nədir? Tərs mütənasiblik nədir? Tərsdir. Adından da görürsünüz, tərs. Deməli biri bir neçə dəfə artarsa, digəri həmin dəfə azalacaq. Və yaxud da o birisi neçə dəfə azalarsa digəri artacaq. Yəni tərs deyirlər ha, bəzən nə edirsən əksin eləyir ha, bu da belə düşünür. Və onun düsturu burdadır və K yenə də burada mütənasiblik əmsalıdır. Buna bir dənə ona nümunə olaraq belə gətirə bilərəm. Tutaq ki, deyərəm ki, mən 2 dənə ustanı çağırdım. Deyirəm ki, siz bu evi neçə günə təmir eləyib mənə verərsiniz? Onlar deyirlər ki, mənə 20 günə. Mən də düşünürəm ki, 20 gün çox mənim üçün uzaq müddətdir. Mənə tez lazımdır. Nə edəcəyəm? Mən o zaman fəhləmin ya da ki, ustamın sayını artıracağam. 2 yox, 5 dənə gətirsəm. Özümdə indi düşünürəm. Mən 5 dənə usta çağırsam, bunlar neçə günə həmin işi görərlər. O zaman burada tərs mütənasibdir. Bəziləri gördünüz, tərs düzdə çarpaz gedirlər. Gördünüz axı adı, yenə də deyirəm, tərsdir. O işi o cür görməyəcək. Necə görəcək? Adından da gör. Tərs mütənasibdirsə bu şəkildə olacaq. Yəni X-in dostu bu səfər yanındakı olacaq. 5, 2-ni də vuracağam 20-yə. 2-ni də 20-yə vuranda bax, 20 ilə 5 ixtisar gedir 4 dəfə, 2-ni 4-ə vuranda 8. Deməli, mən 5 dənə usta gətirsəm, onu 8 saata görmüş olacaq. Deməli, nə baş verdi? 2 fəhlə idi, 20 gün oldu. 5 fəhlə elədim. Gördüyünüz kimi fəhlənin sayını artırdım. Fəhlənin sayını artıranda nə baş verdi burada? Bu isə yəni gün isə azalmağa başladı. Buna tərs mütənasib asıllıq deyirlər. Niyə? Çünki biri artanda digəri azalma baş verirsə. Gəldik düz mütənasib hissələrə bölmə nə deməkdir? Düz mütənasib hissələrə, məsələn belə düşünün ki, şirniyyat bişiririk. Bizə deyirlər ki, tutaq ki, buna 2 stəkan pasoy qat, 3 stəkan un qat, 3 dənə yumurta qat. Bu neçə nəfərli idi? 4 nəfərli idi. Amma indi bu 4 nəfərli deyir, 8 nəfərli bişirmək istəyirəmsə, o zaman 2 stəkan pasoydusa, onda 4 stəkan olmalıdır. Nə bilim, 3 stəkan un idisə, bu 6 stəkan olmalıdır. Onda mən bunu bu şəkildə göstərə bilmərəm. Məsələn, 20 nəfərli olsa, onda bu dediklərimin 5 qat olmalıdır. Burada da belə düşün, yəni K şəklində düşünün. Bu görürsünüz, 2 verib, 3 verib, 5 verib. Burada görsə olan yanına K qoydu. Hər birinin yanına K qoyur və bərabər eləyir 100-ə. 100 nədir? Buradakı ədəddir. 2K-nın üstünə 3K gələndə və bir də 5K-nın bunu toplayanda neçə eləyir? 10K eləyir. 10K bərabərdir 100-ə. Və sonda onu nəyə vuranda 100 eləyir? Təbii ki, ona vuranda 100 eləyir. Onu ona vuranda 100 eləyir. Deməli, K-nı tapdı. K-nı tapdı, iş bitdi. Xeyr, bitmədi. Mənim 3 dənə ədədim var. Biri 2K idi, birinci ədədim. İkinci ədədim 3K-dır və üçüncü ədədim isə 5K-dır. İndi mən burada tapanda necə eləyəcəm? K-nı bilirəm axı. K-nı neçə bilirəm? K-nı bilirəm ki, 10 tapdım. 2-ni 10-a vuracağam, yəni 20. Sonra 3-ü 10-a vuracağam, yəni 30. Sonra 5-i 10-a vuracağam, yəni 50. Bunları toplayanda görüm hələ 100 verəcək. Bu 20, 30, 50. Bəli, verdi. O zaman doğru fikir imiş bu. Gəldik indi tərs mütənasib hissələrə bölmə. Bunu o yanda mən yazdım, bu onun ardıdır burada. Tərs mütənasib hissələr. Bax, yenə də deyirəm, tərs nədir? Tərs olacaq hər şey. Bax, burada mənə 2 dənə ədəd verib. 6 və 8. Bu da götürüb. Bu 6 ilə 8-in neyini? Tərsin yazıb bura. Hər ikisində də tərs ədədləri götürüb yazıb bura. 6-nın tərsi 6-da 1, 8-in tərsi 8-də 1. İndi siz deyəcəksiniz ki, bəs bu 24 buradan hardan gəldi? 6 ilə 8-in əçob tapdı. 6 ilə 8-in əçobu təbii ki 24 eləyəcək. 6 və 8-in siz özünüz də yazıb görə bilərsiniz. 24 elədi. İndi bu 24 elədi axı. O zaman bu da düşünür ki, yəni bu yazanda deyir ki, hər tərəfi 24-ə vuraq. Hər tərəfi 24-ə vurub.
Bax, bunu 24-ə vursam, bu 6-nı, altda biri 24-ə vursam, nə baş verəcək? Təbii ki, 24 ilə 6 gedəcək, 4 qalacaq. Ona görə də bura 4K yazıb. Bax, bura 8-də 1-dir. Mən 8-də 1-i 24-ə vursam, 24 ilə 8 gedəcək, burada 3 qalacaq. Bax, gördüyünüz kimi bu da 3K-dır. İndi bu tərəfdə də 14, burada məxrəc yoxdur deyə ixtisar getsin. Burada da elə 14 vurulsun 24 şəklində bunu göstərir. İndi 4K üstə 3K gələndə 7K. Bax, görürsünüz, vurmuyub. Niyə? Çünki bilib ki, bu 14 ilə bu 7-ni ixtisar aparacaq. Burada 2 qalacaq. 2-ni də 24-ə vuranda 48 eləyəcək. Yenə də deyirəm, şagirdlərin ən çox çaşdığı yer buradır. Kanı tapırlar, iş bitdi zənn eləyirlər. Xeyr, bitməyib. Bunu indi mən 6-da 1, bir dənə ədədim 6-da 1 idi axı. Ona görə bu 6-da 1-i vuracaq 48-ə. Və ixtisar gedib 8 dəfə. Sonra 8-də 1 kanı vuracaq, yəni 48-ə və buradan da 6-nı tapacaq. Gəldik faizə. Faiz nədir? Ədədin %1 hissəsinə faiz deyirlər. Yəni faiz də gördüyünüz kimi bu şəkildə işarə edilir. Məsələn, bax görürsünüz, %1% %1 deməkdir, 70% %70 deməkdir. Belə bir sual var ki, deyir ki, faizi ədədə çevrilməsi. Yəni faizi ədədə necə çevirə bilərəm? Faizi ədədə çevirmək üçün, məsələn, mənə versin ki, tutaq ki, 20%. 20%-i mən ədədə çevirmək istəyirəmsə, onda mən 20-ni bölməliyəm 100-ə. 20-ni də 100-ə böləndə eləyəcək 0,2 şəklində yazılır. Bəs indi ədədi faizə çevirmək üçün nə edəcəm? Ədədi məsələn bu 0,2-ni götürürəm elə. 0,2-ni vuracağam 100-ə. Deməli mən 0,2-ni 100-ə də vursam, bir səfər 20% tapmış olacağam. Deməli belə deyək, faizi ədədə çevirəndə 100-ə bölürük, ədədi faizə çevirəndə isə 100-ə vururuq. Gəldik indi ədədin faizini tapmaq üçün faizi göstər. Bax, ədədin faizini tapmaq istəyirəm. Tutaq ki, mənə A verib. Belə deyim də, misal nümunə göstərim. Mənə desin ki, 20 ədədinin 10%-ni tapın. Onda nə edəcəm? 20-ni 10%-ni tap deyirək. 20-ni 10-a bölüb 100-ə böləcəm. 20-ni 10-a vurub 100-ə böləcəm. Və buradan da ədədin faizini tapmış olacaq. Və birdən isə mənə faizə görə ədədi tapmaq üçün məsələn nə edəcəm? Faizə görə ədədi tapmaq üçün, məsələn mən burada faizi tapmaq istəyirəm axı. Deməli, burada nə dedim mən? Dedim ki, ədədin tutaq ki, mənə faizin verib, bu əslində faizdir. Gələ burada göstərəydim. 10%-in soruşur məndən. Məsələn, dedik ki, 20 ədədinin 10%-ni tap, bunu bu şəkildə yazdıq. İndi gəldik burada. Burada nə edəcək? Birdən mənə versə ki, birdən mənə desə ki, 8 ədədi 20%-dir, mənə belə deyim. Və bu ədədi tapın. O zaman necə eləyəcəm? O zaman, bax, bu ədədi, bu faizdir əslində. Bu ədədi, yəni 100-ü vuracağım 8-ə və böləcəm verilən faizə. Yəni, ədədi 100-ə vurub faizə böləcəm. 2 ədədin faizə nisbəti necə olacaq? Məsələn, mənə 2 dənə ədəd verib. Biri deyir ki, 20 ədədi tutaq ki, 80-in neçə faizidir? O zaman tapmaq üçün də bunu bu şəkildə tapacağım. Deyir, 20 ədədi 80-in neçə faizidir? 20 ilə 80 ixtisar gedəcək 4 dəfə, bir dəfə 100 ilə də 4 gedəcək məsələn. Deyərəm ki, 25 dəfə olacaq. Deməli, bu bunun 25% şəklində göstərə biləcəm. İndi gəldik kəmiyyətin dəyişməsin. Yəni faizli ifadəsidir. Məsələn, gedirik mağazaya, deyirik ki, bizə belə deyir ki, bu endirim baş verib. Deyir ki, 500 manatdan, bax bu cümlə çox önəmlidir. Dan şəkilçisi düşür bu yanına. 500 manatdan 400 manata endirildi. O zaman bu neçə faiz endirib elədi? Onda bax dan sözü yazılan məxrəcə düşür və yuxarıda da ya da artdı, fərq eləmir. Yenə də çıxma baş verəcək. Yuxarıda da həmin ədədlərin bir-birlərinə fərqi. Məsələn, dedik ki, 500 manatdan 400 manata endirildi. Aşağıda olacaq 500 manat. Çünki dan şəkilçisi əlavə olunan həmişə aşağıda olur. Və yuxarıda olacaq 500-dən 400-ü çıxacağım 100 və bunu da vuracağım 100-ə. Bu şəkildə tapacağıq ki, görək ki, bu nə qədər endirim eləyib. Məsələn, deyərəm ki, bununla bu gedəcək 5 dəfə. 100 ilə də 5 gedəcək 20 dəfə. Deməli, bu 20% endirim etmiş olub. İndi gəldik, bax hələ burada nümunə göstərir. Məsələn, nə deyib? 800 manatdan. Bax, görürsünüz, dan sözü var burada. Dan sözü olan məxrəcdə oldu. Yuxarıdan oldu 800-dən 600 çıxdı və yazdı.
Bunun başqa yolu da budur, tənasüb yoludur. Tənasüb yolunda da göstərib burada sizin üçün. Gəldik sadə faiz artım düsturu nədir? Sadə faiz artım düsturu bir banka qoyulan pul və ya oradan götürülən puldan söhbət gedə bilər. Məsələn, mən banka gedirəm, deyir ki, hə, 1000 manat pul qoyacağam banka və bu bankda mənə deyir ki, sənə ayda tutaq ki, 15% gəlir verəcəm, ildə olsun qoy. İldə sənə 15% gəlir verəcəm və mən də düşünürəm ki, mən bunu 3 il qoyacağam. Hə, burada bax gördüyünüz kimi SN son məbləğdə mən düşünürəm ki, sonda nə götürəcəyəm. Burada N zaman, ay, il, vaxtı bildirir. P isə faizi artımı. Bunu P ilə də göstərirlər bəzən. Bəzi kitablarda R ilə göstəriblər. Heç bir önəmi yoxdur. Əgər artarsa deyərsə aralarına üstə gəlmə, azalarsa deyəndə gördüyünüz kimi aşağıda çıxma var idi, çıxma qoyacaq. İndi bir də var ki, mürəkkəb faiz artımı düsturu. Mürəkkəb faiz artımı düsturu nədir? Tutaq ki, mən banka deyəndə deyirəm 1000 manat pul qoyacağam. Və deyir ki, mənə sənə 20%-lə verəcəm. Bu 1 ildən sonra nə qədər olacaq? 1200 manat. Düzdür? 200 əgər ki 20% gəlinə versə 1200. Sonra bu mənə 1200-ün faizini verəcək, 20%-ni tapacaq. Amma sadədə hələ 1000 manatın, hələ mənə 1000 manatın faizini verəcək, qoyduğum məbləğin. Amma mürəkkəbdə isə qoyduğum məbləğin deyil. Məsələn, 1 ildən sonra 1000 manat 1200 manat olacaq, 1200-ün faizini verəcək. 1200-ün faizi nə bilim nə qədər olacaq? Hələ bu davam. Pul artdıqca daha da artım olacaq. Və burada gördüyünüz kimi mən biraz bunu belə deyirəm. N elə bir ki, biraz qudurdub başlarına çıxardıb kimi düşünə də bilərsiniz. N burada gördüyünüz kimi yanındaydı, amma burada isə təpəsinə çıxıb.